Salam, mən Namaz Hudulov, EVA Akademiyada qrafik dizayn proqramının rəhbəri, eyni zamanda kursun art direktoru olaraq fəaliyyət göstərirəm. Bugün sizə bizim qrafik dizayn proqramında keçirilən ümumi tədris sistemi haqqında, bizim nələr öyrənəcəyimiz haqqında sizə ümumi məlumat verəcəm. Şəxsi maraqlıdır ki, ümumiyyətlə qrafik dizayn nədir, biz dizaynda nələr öyrənəcəyik. Ümumiyyətlə belə deyim ki, sizə qrafik dizayn hər hansısa bir məlumatın hədəf kütləsinə sadə dillə desək ötürülməsidir. Bizim öyrənəcəyimiz proqram 6 proqramdır və bu 6 proqramlar hansılardır? Adobe Illustrator, Adobe Photoshop, Adobe InDesign, Adobe Dimension, Adobe After Effects və Adobe Media Encoder proqramlarıdır. Və bu proqramlar bizim həm qrafik dizaynda, həmçinin də motion dizaynda effektiv olmağımıza, gələcəkdə yerli bazarda, istərsə də qlobal bazarda geniş iş imkanlarına çatmağımıza şərait yaradacaq. Adobe Illustrator proqramından başlamaq istəyərdim. Gördüyünüz kimi sol tərəfdə bizim alətlər panelimiz yerləşir. Yuxarı hissədə də həmçinin Adobe-un ümumiyyətlə demək olar ki, bütün interfeysləri bir-birinə bənzəyir. Ümumiyyətlə bəzi tələbələri maraqlandıran suallardan biri də budur ki, biz texniki cəhətdən belə deyək, bunu öyrənə biləcəyikmi, çətinliyimiz olacaqmı? Xeyr, biz həm texniki, həm praktiki, həm də nəzəri biliklər əldə edəcəyik. Yəni ümumiyyətlə EVA Akademiyinin digər kurslardan fərqi bundan ibarətdir ki, biz tələbələri yerli bazar üçün yox, eyni zamanda qlobal bazar üçün də yetişdiririk. Və siz bu proqramları öyrəndikdən sonra bayaq vurğuladığım kimi, istərsə yerli bazarda, istərsə də qlobal bazarda freelance, remote olaraq rahat şəkildə işləyə biləcəksiniz. Burada alətlər panelimiz yerləşir dediyimiz kimi və Adobe Illustrator proqramı ümumiyyətlə özü vektorial qrafika ilə çalışır. Vektorial qrafikada biz bütün elementləri özümüz sıfırdan yaradaraq bunu biraz daha sadələşdirsək, düşünün ki, biz iki elementə baxırıq. Bu elementə baxanda biz nə qədər yaxınlaşsaq da həmin elementdə heç bir pikselləşmə baş vermir. Bu vektorial qrafikanın belə deyək təsviridir və belə deyim sizə ümumiyyətlə Illustrator proqramında əsas öyrənəcəyimiz şeylərdən istərdim sizə bəhs edeyim ki, biz nəzəri və praktiki olaraq nələrə yiyələnəcəyik. Logo dizaynı ilə başlamaq istərdim sizə. Logo dizaynı ümumiyyətlə bəzilərimizin gözündə sadə bir proses ola bilər, amma bu kifayət qədər məsuliyyətli və belə deyək, geniş bir prosesdir. Və burada gördüyünüz kimi fərqli brendlərin belə deyək, nümunələri var. Biz hər hansısa bir brendin işinə daxil olduqda, baxdıqda o brendin logoya yanaşması, logo dizaynında nələri nəzərə almalıyıq, müştəri ilə kommunikasiyada nələr diqqətə alınmalıdır, hansı detallar üzərindən daha ciddi hərəkət etməliyik, hər birini belə deyək, detallı şəkildə öyrənəcəyik. Və logo dizaynının ümumiyyətlə yaradılması, eskiz prosesi, vektorial qrafikaya çevrilməsi, təqdimata uyğun hazırlanması, bunların hər biri detallı şəkildə öyrədiləcək. Sonra isə gəlir bizim bir marka üçün logo verdikdən sonra o markanı bazarda tanıtmaq üçün, ümumiyyətlə bazara belə deyək, geniş formada təqdim etmək üçün olan branding tərəfimiz ki, biz burada bir brendə yalnızca logo verməklə kifayətlənmir. Eyni zamanda o brendə bir korporativ stil, korporativ üslub yaradırıq ki, bu brend bazarda digər rəqiblərindən fərqlənir. Bunu biraz daha sadələşdirsək, siz düşünün ki, bizim belə deyək, hər hansısa bir marketlər şəbəkəsinə daxil olduqda içəridə gördüyümüz naxışlar, ümumiyyətlə elementlər, işçilərin geyiminin üzərində olan logolar, işçilərin geyiminin rəngi, bunlar hər biri brandingin bir funksiyasıdır. Və onların hər biri üçün ayrı-ayrılıqda nəzərə alınmalı detallar var. Burada da sizə göstərəcəyim nümunədə isə biz bir brendə ümumiyyətlə verəcəyimiz font, verəcəyimiz rəng, hər biri belə deyək, detallı şəkildə öyrədilir. Eyni zamanda baxın, burada bir vizit kartdan nümunə var ki, bunlar da hər biri brandingin belə deyək elementidir. Bizim sosial media posterləri üçün hazırlayacağımız templatelər olsun, çantaların dizaynı olsun, işçilərin geyimi olsun, rəqəmsal belə deyək, reklamların dizaynı olsun. Hər biri bizim üçün brandingin bir funksiyasıdır. Ondan sonra gəlir Adobe Illustrator proqramında bizim öyrənəcəyimiz qablaşdırma dizaynı. Biz qablaşdırma dizaynına ümumiyyətlə necə yanaşmalıyıq? Əslində bizim mağazaya daxil olduqda gördüyümüz qablaşmaların hər biri bir qrafik dizayner nümunəsidir ki, siz orada belə deyək, hər birini vitrinə yaxınlaşdıqda, onu belə deyək, götürüb yoxladıqda sizə ötürdüyü o hissiyatın hər biri psixoloji olaraq analiz olunmuş və düzgün rəng, düzgün fon seçiminə hər şey gəlmiş dizaynlardır.
Və burada da baxın bir fərqli qablaşdırma nümunəsi var ki, biz bunu onu vitrində daha doğrusu görəndə cəlb eləməyi, bizi çəkməyi, bizim onu belə deyək, içmək üçün həvəsimizin yaranması, bunların hər biri dizaynın, ümumiyyətlə brendin formalaşmasının, bir qablaşdırma dizaynının bazarda uğurlu olmasının əsas elementlərindən biridir. Və ondan sonra gəlir əsas olan belə deyək, tipoqrafika. Tipoqrafika nədir? Ümumiyyətlə biz tipoqrafikanı dizaynımıza necə tətbiq etməliyik? Tədrisdə biz bunları hər birini detallı şəkildə təbii ki öyrənəcəyik. Burada əsas məqam bizim bir fonta istifadə elədiyimiz hər bir şrift, belə ümumiyyətlə hər bir oxuduğumuz yazı tipoqrafikanın bir belə deyək, əsas parçasıdır ki, bizim seçdiyimiz fontun bizim asanlıqla oxumamız, o mətnlərdə bizi yormamağı, hərflər arası olan məsafə, kerning, leading, spacing, yəni bunların hər biri tipoqrafikanın bir parçasıdır ki, biz onları düzgün formada tətbiq etdikdə insanlarda oxunaqlılıqda heç bir sıxıntı yaranmır. Burada isə baxın, fərqli font nümunələri görürsünüz ki, əslində bu fontların hər biri istər logo dizaynında, istər qablaşdırma dizaynında, istər brandingdə, istər belə deyək, digər detallarda, poster dizaynında hər birində çox önəmli və əhəmiyyətli rollardan birini daşıyır. Və bu gördüyünüz nümunənin içində də fərqli font nümunələr var ki, hər birinin bir psixoloji dili var ki, bizim simvol olaraq yaratdığımız bir elementin fontumuzla bir bağlantısı olmalıdır. Nümunə olaraq sizə bir şey deyə bilərəm ki, düşünün ki, sizin elementinizin kənar hissələri itidir. Biz fontumuzun kənar hissələrində həmən o itiliyi o ilə bağlamalıyıq ki, ikisi də bir-birini dizayn olaraq tamamlasınlar. Bu isə tipoqrafikadan da belə deyək sizə bəhs etdiyim məqamlardır. Təbii ki, yenə vurğulayıram ki, bu bizim Adobe Illustrator proqramında öyrənəcəyimiz detallardır. Növbəti olaraq gəlirik, bizdə burada rəng nəzəriyyəsi ən önəmli olan şeylərdən biridir ki, biz ümumiyyətlə dizayna rəngi necə tətbiq etməliyik, insanlar rəngi necə duyurlar, hansı rəng iştah yaradır, hansı rəng insanda enerji yaradır, onların hər biri çox önəmlidir. Bunları da belə deyək, ayrı-ayrılıqda rənglərin tətbiq edilməsi, psixoloji dili, ümumiyyətlə analiz olunması, brendə uyğun rəng tətbiq olunması, korporativ üslub üçün yaradılan rənglərin belə deyək, iyerarxiyası, ardıcıllığı hər biri detallı şəkildə bəhs olunacaq. Bu sizə Adobe Illustrator proqramından bəhs etdiyim detallar idi ki, və bunların hər birini də dediyim kimi biz Adobe Illustrator proqramında öyrənəcəyik. Növbəti olaraq gəlir bizdə Photoshop proqramı. Gördüyünüz kimi mən Photoshopa keçid edəndə burada o qədər də interfeyslərdə fərq yoxdur və əsas məqamlardan biri nədən ibarətdir? Bu proqramların ikisinin ayıran bir fərq var, daha doğrusu iki fərq var. Bir proqram vektor qrafika ilə işləyir, bir proqram isə raster qrafika ilə işləyir. Biz vektor qrafika ilə bunu daha da sadələşdirilmiş dildə izah eləsək, vektorial qrafika ilə çalışdıqda biz hər hansı bir elementə nə qədər zoom etsək, nə qədər yaxınlaşırıqsa yaxınlaşaq, onda heç bir pikselləşmə baş vermir. Çünki biz bütün elementləri özümüz sıfırdan yaradırıq və onların köməyi ilə bir dizayn ərsəyə gətiririk. Ancaq raster qrafikada, yəni Photoshopda proses tamam başqa cürdür. Siz burada yalnızca şəkillərdən istifadə edərək bir dizayn ərsəyə gətirirsiniz. Bunun üçün də Photoshopda belə deyim sizə, kölgələrin düzgün tətbiqi, sosial media postlarının dizaynı, retouching, ümumiyyətlə insanın üzündə olan qüsurların bağlanması, fotoların daha keyfiyyətli işlənməsi, düzgün rənglənməsi, bir fotonu düzgün şəkildə keyfiyyətli formada dizaynla tətbiq etmək, hər biri detallı şəkildə öyrəniləcək. Sizin üçün növbəti nümunələri göstərirəm. Burada gördüyünüz ümumiyyətlə belə deyim, dizaynların hər biri, vizualların hər biri daha doğrusu ki, vizuallar sayılır ki, bizə müştəri tərəfindən bir məhsul verilir və bizdən tələb olunan budur ki, müştərinin bizim Instagramda, Facebookda və yaxud da digər sosial platformalarda qarşımıza çıxan vizualların bizim cəlb edici olması, hər hansı bir vizualın bizdə iştah yaratması, bizim baxdıqda hər hansı bir məhsulu almaq istəyimiz, bunların hər birinin sosial media postunda çox böyük önəmi var. Və burada göstərdiyim vizuallar da sizə ümumidirsə, hər biri fərqli yanaşmalarla ərsəyə gəlib ki, bunların hər biri də insanlarda ümumiyyətlə belə deyim, məhsula maraq və brendin araşdırılması hər birinə çox ciddi təsir edir. Bundan əlavə sizə bayaq vurğuladığım kimi Photoshop proqramı təbii ki, bundan ibarət deyil. Bizim siz tədrisə qatıldıqdan sonra öyrənəcəyimiz nəzəri və praktiki detallar daha çoxdur. Sonra bizdə gəlir InDesign proqramı. InDesign proqramı da vektor qrafikanın bir elementidir və InDesign proqramında ümumiyyətlə biz
bir dizayn üçün düzgün bir guideline sisteminin, grid sisteminin, tipografik belə deyək, sistemin düzgün formada qurulmasını öyrənəcəyik. Bu çox önəmli bir şeydir. Çünki düşünün ki, siz bir kitab oxuyursunuz. Həmən bu kitabı oxuyanda bir sətirdə yazıların seçilmiş fontun düzgün olması, şəkillərin düzgün bölünməsi, bunların hər biri çox önəmli nüanslardır və burada göstərdiyim nümunə isə sizə bir minimalistik kataloq dizaynıdır ki, sadəcə cover hissəsi belə deyək, ümumilikdə bir tipografik elementlərdən ibarətdir. Ancaq daxili səhifələrinə baxsaq, burada bizim üçün hərflərin düzgün bölünməsi, ara məsafələri, bizim bunu rahatlıqla oxumamız, elementlərin bir grid sistemi altında, yəni gridi sizə biraz daha açsam, bir növ buna xətkeş məntiqi olaraq baxa bilərsiniz. Yəni biz bir dizaynın daxilində düzgün formada xətkeşlər qurduqda, o ilə bir hizada dizaynları düzgün şəkildə formalaşdırdıqda, kontrast və balans yaratdıqda heç bir sıxıntı yaşamır. Və burada da gördüyünüz kimi həmən kataloqdan nümunə göstərirəm sizə. InDesign proqramında bizim ümumiyyətlə əsas öyrənəcəyimiz əsas məqamlardan biri mətbəəçilikdir. Ümumiyyətlə mətbəənin detalları, mətbəədə içəridə gedən proses, bizim hazırladığımız bir kataloq dizaynının çapda necə hər şey gəldiyi, bu prosesin nələrdən getdiyi, bizdə çapda hansı rənglərin necə istifadə olunduğu və çap aparatlarının ümumiyyətlə bir-biri ilə müqayisəsi, bunların hər biri bizim üçün çox önəmli detallardan biridir. Burada isə gördüyünüz kimi, dediyim kimi bu kataloqdan fərqli nümunələr yerləşdirilib və hər bir səhifənin də özünə uyğun minimalistik bir dizaynı var. InDesign proqramından sonra isə gəlir bizdə Dimension proqramı. Adobe Dimension proqramı ümumiyyətlə 3D üzərindən qurulmuş və 3D materiallar üçün nəzərdə tutulmuş bir proqramdır. Biz bu proqram vasitəsilə ümumiyyətlə mock-up'ları yaratmaq üçün, yəni necə istifadə edə bilərik sualına cavab versək, mock-up'ları yarada bilərik burada. Ümumiyyətlə mock-up nədir? Baxın, sizin burada gördüyünüz bütün dizaynlarda olan qablaşdırmalar, karton qutular, bunların küçədə belə deyim, realistik formada görünməsi, bir qablaşdırmanın üzərinə bu öz dizaynımızı Illustratorda və yaxud da Photoshopda hazırladığımız bir dizayn yerləşdirmək və yaxud da burada baxın bir brandingin daxilində bir vizit kartın dizaynının realistik görünməsi. Bunlar hamısı mock-up'ın bir parçasıdır. Hətta sizin üçün istəyirsinizsə mock-up'ı bir nümunə də göstərə bilərəm. Mock-up'lar əsas məqsədi bizim bir brendi belə deyək, qlobal səviyyədə, istərsə də müştərinin lokal səviyyəsində fərqi yoxdur. Realistik formada müştəriyə ötürməkdir. Yəni biz bura daxil olanda deyirik ki, misal üçün müştəriyə vizitkanı biz Illustratorda hazırlamışıq, amma onu realistik formada necə görünəcəyini müştəriyə ötürmək lazımdır. Bunu biz Photoshop proqramı ilə də edə bilərik. Photoshop proqramı ilə etdikdə biz burada mock-up'lar yükləyirik. Ancaq bəzən elə olur ki, burada gördüyünüz kimi bu mock-up misal üçün çox gözəldir, $50 qiyməti var. Mən bunu əldə etmək istəmirəm, mən bunu istəyirəm özüm modelləyim. Bunun üçün bizə Dimension proqramı kömək eləyəcək ki, baxın burada görürsüz, hal-hazırda elementlər yerləşdirilib. Bu isə real-time render effektidir. Yəni renderdən sonra alınan nəticədir. Və Dimension proqramı ümumiyyətlə bizim üçün mock-up'ların yaradılmasında çox əlçatan olacaq. Siz bunu tədris müddətində daha detallı öyrənmiş olacaqsınız. Dimension proqramından sonra isə gəlir After Effects proqramı. Yəni biz ümumiyyətlə keçirik artıq Motion Design tərəfinə tədrisin. Motion Design'da bizim ümumiyyətlə öyrənəcəyimiz şeylər animasiyanın təməl bilgiləri, bir animasiyaya ümumiyyətlə fizika qanunları ilə olan yanaşma, hər hansısa bir elementin düzgün formada hərəkətə gətirilməsi, keyframe'lərin məntiqi, hər biri After Effects proqramının daxilində öyrədilir. Və biz bu proqram vasitəsilə yaratdığımız istər Illustratorda, istərsə də Photoshopda hazırladığımız hər hansısa dizaynı animasiya edə bilərik və belə deyək, həm 2D, həm də 3D animasiya üzərindən biz burada fərqli animasiyalar hazır edə bilirik. Burada bir neçə nümunə göstərmək istəyirəm. Burada gördüyünüz detalların hər biri həm 2D, həm də 3D animasiya olaraq hazırlanır və ümumiyyətlə bizdə tədrisdə, After Effects-də keyframe məntiqi, animasiyanın yumşaqlığı, hərəkətliliyi, kadrlar keçidləri, qrafik editorla düzgün çalışma, hərəkətlərin düzgün nizamlanması, fizika qanunlarına uyğun hərəkətləri bölüşdürmə, hər biri detallı şəkildə öyrədilir. Və eyni zamanda burada vurğulamaq istəyirəm ki, bizdə əsas Motion Design'ın sosial media postları üzərindən tətbiqi öyrədilir ki, biz burada
Photoshop proqramı vasitəsilə hazırladığımız sosial media postlarını da hazır edə bilirik. Çünki biz belə deyək, tədrisi bitirdikdən sonra bizim üçün həm qrafik, həm də motion designer olaraq vakansiyalar qapısı açılır və istədiyimiz şirkətdə həm qrafik, həm də motion designer kimi çalışa bilirik. Gördüyümüz elementlərin hər biri həm 3D, həm də belə deyək, 2D animasiya köməyi ilə hazırlanır və detalların hər biri ayrı-ayrılıqda keçidləri, səhnə keçidləri hamısı düzgün bölüşdürülür. Və siz bunun üzərindən də After Effects proqramını detallı şəkildə öyrənmiş olacaqsınız. Detallı şəkildə dediyim bu arada orada belə bir şey deyim sizə. Sosial media postlarının dizaynı, sosial media postlarının animasiyası, yəni əsas olaraq öyrədilən şeylər, yəni bunlardır. Çünki belə deyək, tədrisin son ay yarımı After Effects proqramına ayrılır ki, siz ümumiyyətlə animasiyanın təməl bilgilərini biləsiniz və düzgün formada onu istifadə edə biləsiniz. Bu çox önəmlidir. Ki sabah siz agentlikdə işləyəndə çox asan şəkildə yaratdığınız hər hansı bir statik vizualı hərəkətə gətirə bilərsiniz. Sonra gəlir Media Encoder proqramı. Media Encoder proqramı isə bizim ümumilikdə yaratdığımız bütün animasiyaları renderə vermək üçün istifadə olunan bir proqramdır. Yəni render motorudur. Biz onun vasitəsilə yaratdığımız bütün animasiyaları faylın həcmi kiçik olmaq şərti ilə istənilən video formatı belə deyək, daxilində render edə bilirik və Media Encoder proqramını da bu şəkildə öyrənmiş olacağıq. Ümumi olaraq sizə tədrisin sonunda sizin nə əldə edəcəyiniz barədə məlumat verim. Ümumiyyətlə tədris sonunda siz real CV, real portfolio ilə kursu bitirmiş olursunuz və əgər bizdə ümumilikdə tədris proqramında 3 cür belə deyək, diplom kateqoriyası var: Silver, Gold və Platinum. Tədris müddətində siz davamiyyəti, dərsləri, tapşırıqların düzgün verilməsi, dizaynlarınızı yaxşı formada həll edib, portfolyonuzu, ümumiyyətlə layihə işini yaxşı səviyyədə versəz, Platinum diplomla kursumuzu bitirmiş olacaqsınız. Və ümumi olaraq belə deyim sizə, bütün dizaynerlərin cəmləşdiyi, bütün dizaynerlərin öz işlərini paylaşdığı Behance platformasında sizin öz fərdi portfolyonuz olacaq. Yəni biz tədris müddətində həm öyrənirik, həm tətbiq edirik. Həm portfolyomuzu dizayn edirik, həm də öyrənirik. Belə açıq desək. Belə maraqlanan hər kəsə uğurlar arzulayıram. Əlavə suallarınız olarsa EVO Akademiyaya müraciət edib fərdi konsultasiya dərslərimizə də qatıla bilərsiniz. Əlavə suallarınız olsa əlaqə də saxlaya bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər. Bu və daha çox videolar görmək istəyirsinizsə, izləmək istəyirsinizsə, zəhmət olmasa kanalımıza abunə olun.